Salam, hər vaxtınız xeyir olsun əziz 9-cu sinif şagirdləri. Mən Araz müəllim bu gün sizlərə OTK-nın 22 fevral tarixində təşkil etdiyi sınav imtahanı riyaziyyatın suallarının izahlarını paylaşacağım. Video başlamadan əvvəl zəhmət olmasa videonu bəyənib kanala abunə olasınız. Başlayan uşaqlar, onda vaxt itirmədən birinci suala başlayırıq. Deməli, ekranda görünür suallar. Bəli, deyir uşaqlar, birinci sualda deyir ki, A bərabərdir 3 üstündə 3 vuraq, 4 üstündə 4 vuraq, 5 üstündə 5-dir. B bərabərdir 20-nin üstündə mənfi 4. AB hasilini bizdən tapmaq tələb olunur. Əvvəlcə uşaqlar, mən 20-ni 4 vuraq 5 şəklində yazmaq istəyərəm. Çünki 4-ü 5-ə vuranda yenə 20 eləyər. Bu da eləyər 4 üstü mənfi 4 vuraq, 5 üstü mənfi 4. İndi artıq A-yı B-yə vura bilərik. A ədədi 3 üstü 3, vuraq 4 üstü 4, vuraq 5 üstü 5-dir. B ədədi də artıq tapmışıq. Mənfi 4, vuraq 5 üstü mənfi 4 şəklində yazsaq. Göründüyü kimi uşaqlar 3 üstü 3 təkdir, özünü yazağın. 4 üstü 4-ü 4 üstü mənfi 4-ə vursaq, qüvvətlər toplanar 4 üstü 0 eləyər. 5 üstü 5-i 5 üstü mənfi 4-ə vursaq, qüvvətlər toplanar. Biri mənfi, biri müsbət olduğuna görə böyükdən kiçik çıxıb bölünüşəsini yazarıq. 3 üstü 3 27, 4 üstü 0 üstü cəmiyyət 1-ə bərabərdir. Bu da 5 eləyər, cavab eləyər 135, yəni B variantı. Bəli. İkinci suala baxırıq uşaqlar. Nə deyir bizdə? Mx kvadratı üstəlik 2x üstəlik 15 çıx 3m. Sərbəst hədd deyir 3-ə bərabərdir. Uşaqlar bizdə kvadrat üçsədlinin ümumi şəkildir. Sərbəst hədd baxın bizdə bu ifadədir. Bu deyir 3-ə bərabər olsun. Ona görə biz 15 çıxaq 3m-i 3-ə bərabər götürməliyik. Burada mənfi 3m bərabərdir. 3 çıxaq 15, mənfi 3m bərabərdir mənfi 12-yə. Mənfi 12 ilə mənfi 3-ə bölsək müsbət 4. Yəni cavab E variantıdır. Növbəti suala baxırıq. 33-cü sualda nə deyir? Deyir ki, uşaqlar, y bərabərdir mənfi x çıxaq 2-nin kvadratı üstəlik 3. Qrafikin təpə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, qrafikin təpə nöqtəsi koordinatları buradakı x-in əksi götürülür. Yəni mənfi mn götürülməlidir. Onda burada müsbət 2 və n olduğu kimi qalır. Müsbət 2, 3. Yəni cavab A variantıdır. 34-cü suala keçirik. Rahat bir sual oxşuyur. 6 kilogram konfetə deyir 48 manat pul ödəndi. 48 manat. 9 kilogram eyni konfetə nə qədər pul ödənər? Burada tənasib düz mütənasib. Buna görə qarşı-qarşıya vurarıq. Burada x-in qarşısındakı ədəd məxrəc enər. Sürətdə isə 9 vuraq 48 yazırıq. Burada ixtisarlar getsə 8 qalar. 8 ilə 9-a vursaq 72 manat. Yəni cavab B variantıdır. Bəli. 35-ci suala baxırıq uşaqlar. 72-nin deyir 8-də 3 hissəsini tapın. Ədədin verilmiş hissəsini tapmaq üçün ədədi verilmiş hissəyə vurmaq lazımdır. İxtisara aparsaq 9. 9 da 3, 27. Yəni cavab A variantıdır. 36-cı suala baxırıq. Nə deyir? 2 toplanandan birinə 7 digərinə isə mənfi 3 əlavə etsək. Şurada tutaq ki, elə toplananları 7, A üstəlik B yazaq. İndi gör nə deyir? Birinciyə 7 əlavə elə. Yəni, A-ya 7 əlavə eləyək. A üstəlik 7, düzdür. Və B-yə isə mənfi 3 əlavə elə deyir. B çıx 3-də belə olur. O da bərabərdir. Mötəzələr açsaq A üstəlik B. Üstəlik müsbət 7-dən mənfi 3 çıxsaq müsbət 4 eləyər. Baxın uşaqlar, əvvəlcə A üstəlik B idi. İndi isə A üstəlik B üstəlik 4 də əlavə olundu. Deməli 4 vahid artar. Cavab E variantıdır uşaqlar. 37-ci suala baxırıq. 37-ci sualda kvadrat köklər bölməsinə aid olan maraqlı bir sualdır. Kök altında 1,6, üstəlik kök altında 2,5, üstəlik kök altında 3,6, məxrəcdə isə 2 kök altında 2, vuraq kök altında 5, üstəlik kök altında 10. Bərabər uşaqlar, mən sürətdən
ümumi 0,1-i kök altı 0,1-i mörtəzə xaricına çıxarda bilərəm. Onda burada qalar kök altı 1,6. Üstəlik kök altında 25. Üstəlik kök altında 36. Məxrəci isə vursaq, fikir verin. 2 kök altında deməli 10. Üstəlik kök altında 10 yazdıq. Bərabər olsun. Sürətdə 0,1-i kök altı olduğu kimi saxlasaq və hesablamalar aparsaq, buradan 4 çıxar. Burada şələr 16'dır. 4 üstəlik 5 üstəlik 6. Məxrəcinə kök altı onun mörtəzə xaricinə çıxarsaq 2 üstəlik 1 alarıq. Bərabərdir. Buradakı kök altı 0,1-i 1 bölək kökdə 10 da yaza bilərik. Çünki 1'i 10'a böldükdə yenə 0,1 eləyər. Mörtəzəni sis eləyər 15. Məxrəc də kökdə 10 vuraq 3. Bu şəkildə yazsaq. Buradakı 15 ilə 3 çıxsa gedər 5 qalar. Şöyle bax, buradakı 10 da məxrəci ilə kökdə 10 da kökdə 10'a vursaq kökdə 100 eləyər. Ondan da təbii ki 10 çıxar. O deyilər 0,5. Yəni cavab olar D variantı. 38-ci suala baxırıq. Deməli bir dənə çevrədir uşaqlar. Çevrədir. Burada AB, AC vətərləri göründüyü kimi çəkilmişdir. Bura M'dir. Bura N'dir. Bura isə K'dır. Deyir ki, bunlar deyir, uyğun olaraq 2, 3, 4 nisbətinə bölünür. 2, 3, 4 nisbətinə bölünür. Onda biz bura 2K, bura 3K, bura isə 4K yazsaq və ümumi çevrənin dərəcəsi 360 dərəcə olduğuna görə cəmi 360'a götürərik. Yəni 2K, 3K, 4K bərabər 360 dərəcə yazsaq 9K bərabər 360 dərəcə, K'yı aldıq 40 dərəcə, düzdür? Neçə aparaq yerinə yazan? Bura olar 3K idi axı, bura oldu 120. 4'ü 40'a vursaq bura olar 160. Bura isə olar 80. Bizdən isə BAC bucağını soruşur. Bax, buranı soruşur. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olduğuna görə cavab 60 dərəcə. Yəni E variantıdır. Bəli, E variantı. 39-cu suala keçid edirik. Deyir, A çoxlu 1, 2, 4, 5, 6, B çoxlu 2, 3, 5, 7, 8 olarsa iştirilmiş hissənin elementlərinin cəmini tapılır. Şöyle iştirilmiş hissə göründüyü kimi A'nın B'yə fərqidir. Yəni A'da olsun, B'də olmasın. O da hansılardır? 1'dir. 2 hər ikisində var. Olmaz. 3 hər ikisində var. Olmaz. 4. 5 B'də də var. Olmaz. Bir də 6. Bəli. Budur. Bunların cəmini soruşur. 11 ilə toplasaq. Yəni A variantı. 40-cı suala baxırıq. 40'da deməli sürətli x kvadratı çıxaq 5x. Üstəlik 6. Məxrəcdə isə x çıxaq 3. Bir dənə sərgəl yazarım uşaqlar. Məxrəcdə x çıxaq 3. Üstəlik. Sürətdə x kvadratı çıx 2x. Çıx 8. Məxrəcdə isə x üstəlik 2. Misal budur göründüyü kimi. Bərabərdir uşaqlar. Mən sürəti vurğulanı almalıyam. 5x ona görə mənfi 3x çıxaq 2x şəklində parçalamalıyıq. Məxrəcdə olduğu kimi qalsın. Üstə gələk. İkinci kəsinin sürətini də biz parçalamalıyıq. Deməli necə parçalayaq? Hasil mənfi 8, cəmi isə mənfi 2 olsun. Mənfi 4 ilə müsbət 2x kimi parçalamalıyıq. Məxrəcdə olduğu kimi bərabərdir. Sürətdən bax bu iki ifadəni bir qruplaşdıraq. Bu ikisini də bir qruplaşdıraq. Birincidən x-i çıxarsaq x çıxaq 3 eləyər. İkincidən də mənfi 2 çıxarsaq yenə x çıxaq 3 eləyər. Məxrəc olduğu kimi üstə gələk. İkinci kəsirdən də baxın bu ikisindən x-i bir mörtəzə xaricinə çıxardaq. O ikincidən də yenə bu ikisindən də yəni 2 mörtəzə xaricinə çıxardaq. Məxrəc olduğu kimi bərabərdir. Sürətdən deməli ortaq vuruq x çıxaq 3 və x çıxaq 2-yə hasili məxrəcdə olduğu kimi üstə gələk. Sürətdən baxırıq ki, yəni x çıxaq 4 var ortaq olaraq. Vuraq x üstələ 2 yazırıq.
Bəli, artıq ixtisarlara apara bilərik. Burada 2 çıxaq 3 ilə 2 çıxaq 3. X üzrə 2-lər də ixtisar getsə, x çıxaq 2 qalar birinci kəsirdə, ikincidə isə x çıxaq 4 qalar. Toplasaq da 2x çıxaq 6. Yəni cavab D variantı. Bəli, 41-ci suala keçirik. 41-ci suala baxırıq uşaqlar. Deməli, nə deyir bizdə? Deyir ki, üçbucağın iki tərəfinin uzunluqları 8 və 9 cm-dir. Perimetrin ala biləcəyi qiymətlərin cəmini və yaxud da sayını soruşur. Biz üçbucaq bərabərsinə görə bilirik ki, üçbucağın istənilən tərəfin uzunluğu digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçik olmalıdır. Onda bir kiçik dadan, o da kiçik 17 bərabərsini almış olarıq. Bizdən isə perimetr soruşur. Perimetrdə uşaqlar, üçbucağın üç tərəfin cəminə bərabərdir. Bunları toplasaq 17. 17 ilə bax, indi bax bu ifadəyi toplamaq lazımdır. 17 yanın üzərinə gəlsək, yəni sağ tərəfdəki 17-nin üzərinə gəlsək 34. Sol tərəfdəki 1-in üzərinə gəlsək də eləyər 18. Bəli. Cavab uşaqlar 18 ilə 34 arasında. Bizə də bunların sayını soruşur. Deməli, bunların sayını tapmaq üçün də istəsəz saya da bilərsiniz. 19, 20, düz 30-a qədər də saya bilərsiniz. Yaxud da belə bir rahat bir üsul da var. 34-dən 18 çıxarsınız. 16. 16-dan da yenidən 1 çıxarsınız. 15. Cavab C variantı. Zəhmət olmazsa uşaqlar, bir dənə videomu bəyənin. Abunə olmayanlar kanala abunə olsunlar. Deməli, nə deyir? 2x kvadrat üstəlik 6x deyir, bərabər 0. Təlin köklərin cəmini tapın. 2x-i mörtəzə xaricdən çıxarsaq, burada x üstəlik 3 qalar, bərabər 0-a. Hər bir vuruğu 0-a bərabər götürəyən, x1 olar 0. Bir də x üstəlik 3-ü 0-a bərabər götürəyən, x-ə dəlarıq -3. Təlin köklərin cəmini soruşur. Təlin köklərin cəmi də 0 ilə -3-ü toplasaq, -3-ün özünü almış olarıq. Yəni A variantı. 43-cü suala baxırıq, 43-ə. Modulda x deyir kiçikdir 4. Bərabərsinin neçə tam həlli var? Demək, bu bərabərsinin həlli əslində bu 2 qat bərabərsilər eyni güclüdür. Burada hansı həllər var? -3, -2, -1, 0, 1, 2, 3. Neçə tam həlli oldu? 7 dənə. Yəni B variantı. 44-cü suala baxaq. Düzgün en bucaqlının daxil bucaqların cəminin daxil bucaqların cəmi üstü budur. 180 vuraq en çıxaq 2-nin. Xarici bucaqların cəmi isə həmişə 360 dərəcə olur. Bizə bunu soruşur. Burada qısa getsə en çıxaq 2 bölək 2. Yəni cavab C variantı. 45-ci suala baxan. Sahələr mövzusuna aid olan maraqlı bir sualdır. Deməli, şəkili qeyd edəyəm bir dənə. ABC üçbucağı qeyd olunmuşdur. Buradan bir dənə BN, CN düz xəttlər çəkilmişdir. İndi oxuyaq ki, nə deyir bizdən? Sahəsi də ümumi 120-dir. Ümumi 120-dir. Bunlar medianlar imiş uşaqlar. Medianlar imiş. Baxın belə. Bizdən bax bu hissənin sahəsini soruşur. Belə. Deməli, bir olan halda biz nə etməliyik? Biz 3-cü medianı özümüz çəkməliyik. Baxın, 3-cü medianı özümüz çəkdik. İndi belə bir şey var uşaqlar. Bax, buradakı bütün üçbucaqların hamısının sahəsi bərabər olur. Burada S olur, burada S olur. Deməli, 6S 120-dir. Onda S aldıq 20. Bizə də şıxlənmiş istəyəni soruşur. Şıxlənmiş istəyəndə 2 dənə S var. 2 vurarıq 20-yə. Cavab 40. Yəni E variantı olar. 46-cı suala baxan çevrə sualıdır. Deməli, bir dənə belə toxunan çəkilmişdir. Bir dənə də AC toxunan çəkilibdir. Mərkəzi O nöqtəsində olan belə bir dördbucaqlı verilmişdir. Biz bilirik ki, bunlar perpendikular olur. Çünki radius toxunana perpendikular olur həmişə. Deyir, BAC bucağıdır. Burada özü verib 90 dərəcə. Bunu da şərtdə qeyd etdi. Dördbucaqlının deyir, perimetrini tapın. Deməli, onda burada 90 dərəcədir. Çünki 360 dərəcə olmalıdır. Deməli, şöyle bu kvadrat imiş. Bizdən deyir ki, AB 8'dir. Onda burada 8, burada 8, burada 8. Bizdən də bunun perimetrini soruşur. 4'ə 8'ə vursaq 32 eləmiş olar.
Bəli, 37-ci suala baxaq. Görək nə deyir 37-ci sualda. Baxın, burada belə bir şəkil qeyd olunmuşdur. Deməli, burada bir K var. Burada A var. E nöqtəsində kəsişirlər. Burada D var. P var. B, C. Aha, oxuyalım. Və burada paralellik var. Hamısı burada bir-birinə paraleldir uşaqlar. Yəni, bax, buranın bura paraleldir. Bura bir-birinə paraleldir. Əla. Deyir, KAB bucağı. KAB, yəni, bax, bura biraz böyüdəyim. 120 dərəcə. CDB, bax, bura. Bura 100 dərəcədir uşaqlar. 120 buranın verifdir. Bizdən CYP haran sorsa bizdən CYB. Bax, bizdən qoy bir dənə pozanı kiçildək. Bax, bizdə Y də bax, buradır. Bizdən baxın uşaqlar, bax, bura sorusuz. Düzüm dedik, baxın. Bura C'də CYB. Bax, bizdən bu bucağı sorusuz. Bəli, davam edək. Deməli uşaqlar, baxın, bura 100 dərəcədirsə, onda daxili çarpaz bucaqlara görə burada 100 dərəcədir. İndi buranı da soruşursa, burada bir qayda var ki, əgər burada paralellik varsa, bax, bu 120 ilə buradakı qısım, bir də 100-ün cəmi 360 dərəcəyə bərabər olmalıdır. Onda buradan x-i tapsaq, 360-dan da 220-yi çıxsaq, 140 dərəcə olar uşaqlar. Cavab 140 dərəcədir. Deməli, 48-ci suala baxırıq uşaqlar. Bir dənə zəhmət olmasa videonu bəyan edin. Bir də abunə olmayanlar abunə olsalar sevinərik. A və B natural ədədlərinin ortaq olmayan sadə yoxların hasili C-miş. Bizə deyir ki, əkop, deməli, sürətə əkop 3AB, bir də 3B verilmişdir. Məxrəcdə isə əbob 2-2B verilmişdir. Vuraq deyir 1/3C. Bunu deyir sadələşdirin. Deməli, mən əvvəlcə 3-3B-dən 3-ü əkop şərəsi xaricində çıxardaram. Burada nə qalar? Məxrəcdən də 2 ortaq vuruq olaraq əbob şərəsi xaricində çıxardarıq. Vuraq 1/3C aldıq. Və bizdə belə bir qayda var. Yadda saxlayın ki, əkobu əboba böldükdə ortaq olmayan sadə vuruqların hasilini verir. Yəni C-ni verir. Burada 3/2 vuraq. Bax, dairələdiyim yerə C alınır. Vurulmuş 1/3C. Belə. C-lər ixtisar getsə, 3-də ixtisar getsə, cavab da qalar 2-də 1. Baxırıq 49-cu suala. Deməli, birinci təlimdə 2x bərabər 4-dür. İkinci təlimdə x üzrə y bərabər 9-dur. Düzdür? Şöyle birincidən biz x-i tapa bilərik. 4-ü 2-yə bilərik, 2 eləyər. Burada x-in yerine 2 yazsaq, dışarı y-ə 7 almış olarıq. Bizdən də x vuraq y2 soruşur. O da eləyər 14. 49-cu suala baxırıq. 49-cu yazı uşaqlar 50-yə baxırıq. ABCD artan müsbət ədədlər sırasında ən böyük fərq bu sıranın medianına bərabərdir. Deyir, bizdən nəyə soruşur? Deməli, bax, nə deyir? ABCD artan deyir, artan. Ən böyük fərq deyir. Burada ən böyük fərq, ən böyükdən çıxırıq, ən kiçiyi. Bu deyir, bərabər deyir. Bu sıranın medianından. Median orta 2 ədəd qaldırınca bunların cəminin yarısına bərabərdir. Bax, bizdən bunu deyirdi. Buradan onda biz çarpaz olaraq vursaq, hər tərəfi 2-yə vursaq, 2D çıxaq 2A'ya alarıq, B üstələk C. Bizdən nə soruşur əslində? Bizdən də soruşur 2D çıxaq C bölünmüş 2A üstələk B ifadəsinin qiymətini tapın. Diqqət yetirsək, bax, bu C-ni bərabərliyin sol tərəfinə keçirək, A isə sağ tərəfə keçirsək, belə bir şey aldıq. İndi baxarıq uşaqlar, baxın, sürətlə məxrəc ilə eyni bir ifadələr bir-birinə bərabər. Görürsünüz, sürətlər isə 2D çıxaq C-dir, məxrəc 2-də 2A üstələk 1-dir. Cavab onda olar 1.
Sonra 51-ci suala baxaq. Nə deyir 51-də? 51-də deyir ki, 50 manatlıq məhsulun qiyməti artaraq 60 manat oldu. Məhsulun qiyməti neçə faiz artdı? Şöyle demək, əvvəlcə 50 manat idi. Bu 100%dir. İndi isə 60 manatdır. 60 manat da x-dir. Buradan x-i tapsaq, 60'ı vurarıq 100'ə, bölərik 50'yə, o eləyər 120% eləyər. 120% isə neçə faiz artdı? Əvvəlcə 100% idi də. 120-dən də 100'ü çıxsaq cavab eləyər 20% artar. 52-ci suala baxırıq. Çox güman ki, bu da oxşarlıq mövzusuna aid olan bir sualdır. Şəkili çəkək və izaha başlayalım. Siz də ona kimi zəhmət olmasa, videonu bəyənib kanala abunə olmağı unutmayasınız. Aha. Nə deyir bizdə? AM ilə CM bərabərdir. AM ilə CM bərabərdir və hər ikisi 5'ə bərabərdir. Deyir, AB ilə MN-in cəmi 9'dur. Bura X, bura Y yazsaq, yəni X ilə Y-in cəmi 9'dur. Bizdən NC-ni tapmaq tələb olunur. Deməli uşaqlar, burada paralellik var artıq. Çünki eyni bir düz xəttdə perpendikular düz xəttlər paraleldir. Fales teoreminə görə əgər paralel düz xəttlər bir tərəfdə bərabər parçalar ayırırsa, digər tərəfdə də bərabər parçalar ayırır. Onda belə çıxır ki, buradakı MN də üçbucağın orta xəttidir. Yəni bura biz Y yazsaq, bura olar 2Y. Onda yəni biz X-in yerinə 2Y yazsaq, 2Y üstələ Y bərabər 9. 3Y bərabər 9'a, Y alarıq 3. Düzdür? Buradakı Y sildik, 3 yazdıq. İndi aşağı baxın, burada bir dənə Pifagor teoremi var. Düzbucaqlı üçbucağı görürsünüz. Hipotenuzdur. Katetdir. Bura bir A yazsaq, Pifagor teoremi görə düzbucaqlı üçbucağın katetlərinin kvadratlar cəmi hipotenuzun kvadratına bərabərdir. 25 çıxaq 9 yazsaq, A kvadratını alarıq 16, A'ya da aldıq 4. Bəli, cavab oldu 4. 53-cü suala baxırıq. Deməli, xətti funksiyalar bölməsinə aid olan bir maraqlı sualdır. Bizdə deyir ki, Y bərabərdir 4M çıxaq 25 vurulmuş X üstələk M üstələk 2. Funksiyalar baxın bu şəkildə verilibdir. Təxmin olaraq çəkirəm, vaxt itirmədən. Deməli, uşaqlar, baxın. Burada kör bucaq varsa bizdə K mənfi olur. Yəni, baxın, buradakı K bizdə budur. Yəni, Y bərabər əslində funksiyanın ümumi şəkili K üstələk 5 şəklində olur. Buradakı K yerində budur. Əgər burada kör bucaq olduğuna görə 4M çıxaq 25 sıfırdan kiçik olmalıdır, mənfidir. Şöyle bir də Y həmişə B-də kəsir, sərbəst səddə. Burada da onda M üstələ 2-də gördüyümüz kimi yuxarıda kəsinə görə müsbət olmalıdır. Bunu da sıfırdan böyük götürürük. Və bu bərabərsizliyi həll etməliyik. Birinci bərabərsizliyi həll etsək, 4M kiçikdir 25-dən, ikinciyi həll etsək, M böyükdür -2-dən. Və bunu davam etsək, birincidən M kiçikdir 6,125, ikincidən də M böyükdür -2-dən aldıq. -2-dən böyük olsun, 6,125-dən kiçik olsun və natural qiymətlər sorulur. -2-dən böyük 6,125-dən kiçik olan naturallar 1, 2, 3, 4, 5, 6'dır. 4 6 toplasaq 10. Deməli 2, 3, 5 də yəni 10 eləyər, üstə bir gəlsək 21. Cavab 21'dir uşaqlar. Növbəti suala keçid eləyən uşaqlar. Deməli bu 53-cü sual idi. İndi baxırıq 54-cü, yəni ətraflı izah tələb olunan sualdır. 54. Deməli A, C, B. Deyir, eyni bir düz xətt üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayır. Burasındakı məsafələrə X ilə Y yazacaq da uşaqlar. Nə deyir indi? Deyir ki, turist deyir, A məntəqəsinin hərəkətə başlayaraq B məntəqəsinə gəlib, A-dan B-yə gəlib, yəni hələ ki X üstələ Y yol gedib və C məntəqəsinə də yenidən qayıdıbdır. Yenidən də C məntəqəsinə yenidən də qayıdıbsa, bir Y də buradan yarandı. Bu deyir, 40 kilometr yol getdir. Yəni, buradan alındı ki, 2Y üstələ, yəni X üstələ 2Y bərabər 40'a. Sonra nə deyir? B məntəqəsinin hərəkətə başlayıb, B məntəqəsinin hərəkətə başlayaraq
təzədən B-dən hərəkətə başlayaraq A-ya qayıdıb və C nöqtəsinə qayıdıb. Yəni, baxın, buradan Y, X gedib və yenidən də A-ya, deməli, yenidən də C-yə qayıdıb da, düzdür? Yenidən də bir dənə X gedib. Onda necə oldu sistem tənlik? Bir dənə, deməli, B-dən A-ya gedibsə, Y üstəlik X və yenidən də C-yə qayıdıbsa, 1x də oradan yarandı. 50. Yəni, onda oldu. 2x üzrə Y bərabərdir 50-yə. Bizdən aşağı A və C məntəqələr arasındakı məsafə, yəni X-i soruşur. Biz bunu necə eləyək ki, X-i tapa bilək? Deməli, mən ikinci tənliyi -2-yə vururam. Onda birinci tənlik olduğu kimi qalır. -4x çıxaq 2y bərabərdir -100. 2 ilə islah oldu. -3y bərabərdir -60. İlkə də aldıq 20. X aldıq 20 daha doğrusu. Bu X-dir uşaqlar bizdə. Deməklə bizdən də AC-yə soruşdur. Cavab ilə 20-dir. 55-ci suala baxaq. Parallelogram sualdır. Demək olar ki, hər il bu sualdan düşür. Bəli, özə tən bölənə aiddir uşaqlar. Deməli, A, B, C, D. Bir də bax, buradan bir dənə də Y. Görək nədir? ABCD paralelogramında D parçası ADC-nin də tənböləndir. Baxın, burada bir tənbölən var, deyir. Alfa, alfa. Onda daxili çarpaz bucaqlara görə burada alfadır. Çünki burada paralellik var. Deyir, AB 5-dir. Onda burada 5-dir. Baxın, burada otacaq ki, bucaqlar bərabər olduğuna görə onda bərabər yanıldı, burada 5-dir. B-yə deyir 3-dür. Onda bizdən parallelogram perimetri soruşur. BC 8 olduğuna görə onda burada 8. Parallelogram perimetrini tapmaq üçün 2 vuraq. A üstəlik B cəmini tətbiq etsək, 2 vuraq. 8 ilə 5 toplasaq 13. Eləyər 26. Şöyle cavab 26-dır. Və bu qədər. Çox sağ olun. Minnətdarım.